Deməli, alkenlər bölməsi 17-ci sual. Bizə bir maddə verir, 2 metil buten 1. Bu alkenlər bir alkenin izomeridir, pentenin izomeridir. Yəni 6 karbonlu bir alkendir. Metil demək 1 karbon deməkdir, buten demək 4 karbon deməkdir. 5 karbonlu bir alkenin törəməsidir, izomeridir. Buna hidrogen xloridən təsir edir əvvəlcə, sonra isə buna natriumdan təsir edir. Gəlin əvvəlcə buna hidrogen xloridən təsir edək. Dedim ki, ad verilsə, sondan əvvələ yazacağıq. Buten deyil, buten neçə karbonludur şu an? 4. Buten 4 karbonludur. Nömrəliyirəm 1, 2, 3, 4. Əgər buten 1-dirsə, 1 və 2-ci karbon arasında 2 kvadratə var. 2 metil deyir, deməli 2 ilə 1 metil qoyun. Maddəm budur, hidrogenlərimizi yazaq. Maddəm budur. Yəni, bir sözlə, 2 metil buten 1 bu maddədir. Buna H klordan təsir edəndə, burada Markovnikov qaydası keçməz uşaqlar. Keçər. 2 qat rabitəli karbonlarda pir rabitə qırılır. Hər karbona birinə bir hidrogen, birinə xlor birləşir. İndi hidrogen hansına birləşər, xlor hansına birləşər? Hidrogen hidrogeni çox olanı, yəni CH3 olacaq, C xlor olacaq, CH3 olacaq və CH2, CH3 olacaq. Bu maddəyə sonra nə ilə təsir edir? Natrium. Bu artıq Würz reaksiyasıdır. Würzdə bilirsiniz necə olur? Xlora natriumla təsir edəndə nə alınır? R alınır və 2 dənə natrium alınır. Düzdür. Bizim indi bu ifadəni gətirək yazaq burada. CH3, C xlor, CH3, sonra necədir bura? CH2, CH3. Biraz əyri yazdım da bunu. Bundan 2 dənə götürsək və buna natriumla təsir eləsək, simmetri şəkildə öz-özünə birləşəcək. Olacaq CH3, C, CH3, CH2, CH3 birləşəcək özünə. Eynisini bir dənə də yazıram. CH3, CH3, CH2, CH3. Və bunun adını istəyir, uzun zəncir seçirəm. Bu uzun zəncirin budur, 6 karbonlu. Neçə karbonlu? İstər bu ucdan, istər bu ucdan. Hansından nömrələsi fərqi yoxdur. Çünki burada da 1, 2, 3-cü dəşən xələri var burada da. Nömrəliyirəm 1, 2, 3, 4, 5, 6. Olur 3, 3, 4, 4, tetrametil. Nə olur? 3, 3, 4, 4, tetrametil. Uzun zəncirim neçə karbonlu olur? Heksan. Cavab nə olacaq? A variantı. Aydındır.